Hazırda biz Naxçıvan Beynəlxalq Hava Limanındayıq. Bugün Naxçıvandan Bakıya yola düşənlər vətən uğrunda canlarından, qanlarından keçən qəhrəmanlarımızın övladlarıdır. Onları olduqca maraqlı və maarifləndirici bir ekskursiya gözləyir. Belə ki, paytaxtda təşkil olunan hava limanının fəaliyyəti və aviasiya sahəsi haqqında geniş məlumat alacaqlar. Məqsəd isə onların dünya görüşünü artırmaq və onlara sevinç bəxş etməkdir. Ekskursiya Azərbaycan Hava Yolları ilə Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub. Əsas məqsəd uşaqların dünya görüşünü zənginləşdirmək, onları aviasiya sahəsində məlumatlandırmaq, vətən uğrunda canından keçən qəhrəmanların ailələrinə mənəvi dəstək olmalıdır. Pilotların kabinetlərini, hava limanları gəzəcəyik. Mənim uşaqlıqdan da marağım olubdu bunlara. Biz yoldaşlarımızla çox əyləncəli keçəcək, gülərüz olaydı və bunlara inanıram ki, hər şey yaxşı olacaq, qəşəng olacaq. Mən bura gəlməmişdən əvvəl çox heyecanlı idim. Çünki pilot kabinetinin içindəki bir çox düymələr nə işə yarayır? Uçaq eniş edən vaxt hansı düymələrə basırlar? Sərnişinlərə bir şey çatdırmaq üçün hansı düymələrə basırlar. Bəlkə də gələcəkdə pilot olmaq üçün bu onun karyerasına daha kömək olacaq. Yoldaşlarım da mənim kimi çox maraqlıdırlar. Onlara da maraqlı gəlir bu şeylər. Bəlkə də onlar da elə böyüyəndə pilotçad olmağı düşünürlər. Fərid bu ekskursiyanı eşidəndə çox həyəcanlandı və maraqla qarşıladı. Bugünkü ekskursiya üçün öz adımdan və bütün şəhid ailələri adından bu ekskursiyanın təşkilində əziyyətə əməyi keçən hər bir kəsə öz minnətdarlığımı və ilk öncə təşəkkürümü bildirirəm. Şəhid ailələrinə və uşaqlarına göstərilən bu diqqət hər zaman ön plana çəkilibdir. Şəhid övladları həqiqətən də sevinclidirlər bu dəqiqələrdə ki, başa Heydər Əliyev adına hava limanının gəzinti olacaq. Orada uçuşlarından necə təşkil olunur, neyini onlarla tanış olacaqlar. Bu işdə əməyi olan bütün hər kəsə öz təşəkkürümüzü bildiririk. Biz də Şəhid Ailələri İctimai Birliyi olaraq bu işin təşkilatçılığını elədik, müraciət elədik və sağ olsun Azərbaycan Hava Yolları Qapalı Səhmdə Cəmiyyəti ki, bu bizim təşkilimizi qəbul elədi və bu ekskursiyanı təşkil elədi. Bu kimi ekskursiyaların gələcəkdə də davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Pərvin Səfərzadə, Atabey Səyyad, Arzu Sadiqov, NTV Xəbər.